Salam. Hər kəsə salamlar. İlk dəfədir bugün maşında çəkiliş eləyirəm. Yanımda qəşəng gözəl Səbahət xanımdır. Bəlkə çoxlarınız tanıyır Səbahət xanım. Biz Çəhrayı maşın təlimində tanış olmuşuq. 2 il əvvəl, 2 il yarım əvvəl. 3 il oldu. 3 il əvvəl. 3 il əvvəl tanış olmuşuq. O vaxtdan bəri bəlkə də görmüsüz. Mənim də stilimə toxunuşlar eləyib və yüzlərlə mənim digər müştərilərimin öz müştərilərinin stilinə toxunuşlar eləyib. Və mən istədim ilk olaraq YouTube kanalımda Səbahəti dəvət eləyim ki, danışsın öz hekayəsini, ilham olsun, həmçinin də biraz yönləndirmə versin hamımıza ki, biz necə eləyək ki, daha elegant görsənək. Ümumiyyətlə, səviyyə atladıqca, psixolojik olaraq səviyyə atladıqca necə eləyək ki, tam da ona uyğun görsənək, ona uyğun geyinək. Amma biraz da istəyəcəm bugün Səbahətdən ki, biz elə danışaq ki, hamıya deməyək ki, old money stilində geyin. Çünki məni görürsünüz. Mən old money ola bilmirəm. Nə qədər desələr də ki, belə geyinmək daha yaxşıdır. Biz danışaq hər mənada, hər psixotipajdan danışaq, baxaq görək ümumiyyətlə biz neyniyək yaxı? Nəyə görə mən də bəzən bu arada görürəm ki, hər hansı bir reels qoyur qızlar, fərqli-fərqli kəşfetimdə çıxır. Altına yazırlar ki, onsuz da o qədər pulu olana oxşamırsan və yaxud da onsuz da o səviyyəli adama oxşamırsan, sırf geyiminə baxıb yazır, bəylər yazır xüsusilə də. Və mənə bütün bu suallara cavablar maraqlıdır. İlk öncə isə istəyirəm başlayaq lap başdan. Səbahət necə oldu ki, gəldi, çıxdı, stilist oldu? Bu sahəyə gəldi. Bu hekayənin dəyişimi necə oldu? Və necə oldu ki, mənə çox zaman deyirlər ki, sən üzün dəyişib, amma düşünürəm ki, Səbahətin görünüşü, üzü, mimikaları da çox dəyişib. Son onu tanıdığım vaxtdan indiyə qədər. Şəkili qoyaq. Görüşlərimizdən olan. Çəhrayı maşından. Hər şey necə oldu, necə başladı, indi hansı yerdədir? Lap başdan başlayaq. Demək hər şey, mən bunu həmişə hər yerdə deyirəm. Sevirəm bu fikrimi. Fikrimi də deyəndə yaşadığım hadisəni. İlk öncə mən yadımdadır ki, Çəhrayı maşından vaxtı dekabr ayında başlamışdı. 3 il bundan öncə idi, səhv eləmirəmsə. Bəlkə də 4 il olacaq, artıq unuduram. Ola bilər. İlk Çəhrayı maşında biz olmuşduq. O vaxtda bir şalvar var idi, bir bahalı bir markanın şalvarı idi. Onu istəyirdim. Və təbii ki, ana olmuşdum ikinci dəfə və depressiya, bilmirdim nə istəyirəm, bütün duyğularım qarışıq idi, qarışıq hər şeyi yaşayırdım, nə özüm ola bilirdim, nə ana ola bilirdim, nə qadın kimi yerimdəydim, hamısı çox qarışıq idi. Və o şalvarı da istəyirdim, yenə düşünürdüm ki, hər hansıda bir alış-veriş məni həmin o psixoloji çətin vəziyyətdən çıxardacaq. İstəyirdim həmin şalvarı almaq, həmin şalvarda Çəhrayı maşının VIP qiymətinə idi. Və çox təsadüf bir şəkildə yenə Asiya xanımı necə kəşf elədim. Kəşfətdə baxırdım videolara geyimlə. Yəni bütün həyatım boyu geyim məni hardasa bir yerlərdə izləyib, mən amma heç vaxt onun fərqinə varmamışam ki, mən insanlara birinci geyiminə görə baxırmışam. Mənim diqqətimi onlar sanki geyimlə onların xarakterini oxuyurmuşam. Baxdım, həmin vaxtda əynimizdə qara saqaza kofta var idi. Saqaza studiyanın koftası idi. Baxdım, elə o diqqətimi cəlb elədi deyə girdim videoya baxmağa. Həmin videoda da Çəhrayı maşın haqqında danışırdı. Mən də peşman olmuşdum onu almağıma görə. Özümü nə qədər söymüşdüm ki, o nə də almışam. O da bir də yayıldı, hamı da var idi deyə mən də diqqətimi cəlb elədi ki. Almasaydım, indi burada oturmurdum. O da var. Deməli, özümüzü boş-boşuna belə şey eləmək lazım deyil. Hə, çox maraqlıdır. Elə o koftaya görə girdim, baxdım, video diqqətimi cəlb elədi. Hətta biraz belə ağzımı gözümə əyirdim ki, nədir, hamı da var bu koftada, hamı da geyinir, belə baxdım. Sonra bir də baxdım ki, Çəhrayı maşına qoşulmaq istəyirəm artıq. Nə baş verdisə orada. Hə, bütün marketinq qaydalarını bilə-bilə, hə, satışın hamısını bilə-bilə mən o tilova düşdüm, elə deyim. Hə, yəni peşman deyiləm. Həmin vaxtda da oradan da bir götür-qoy elədim. İlk dəfə idi ki, uşaqdan sonra belə böyük bir təlimə qatılacaqdım. Həm də yüksək məbləğli. Üstəlik də həmin dövrdə hələ Azərbaycanda o qədər çox inkişaf eləməmişdi ki, onlayn təlimlərə biz tanımadığımız adama ödəniş göndərək filan. Ondan əvvəl qatılmışdın? Ondan əvvəl yox, ancaq marketinqə aid təlimlərə qatılmışdım. Xaricdən də qatıldığım var idi. Ancaq bizdə o da müəllimlərim vasitəsilə idi deyə tanıyırdım hamısını. Bu arada mən həm tarixi, həm marketinqi bitirdiyimə görə hər şeydən xəbərdar ola bilirəm.
Hə, ona görə və qərar verdim ki, artıq o özgüvənsiz, o psixoloji məni yoran halımdan, amma adını da qoya bilmirdim hansı psixoloji vəziyyət idi, niyə belə idim, başa düşə bilmirdim. Qərar verdim ki, o şalvarı almaq əvəzinə mən qoşulacağam çəhrayı maşına. Sonra da başqa istədiyim geyimləri alacağam. Elə macəra ondan sonra başladı, ən qəşəngi. Həqiqətən də deyim ki, peşman oldum. Heç zərrə qədər də peşmancılıq yaşamamışam. Ətrafımda düzdür, o cür təlimlərə qoşulanlar var idi, yüksək məbləğlər verən var idi və böyük peşmançılıqlar yaşayanlar da var idi. Mən belə hadisələri ümumiyyətlə stildə də, müştərilərlə işləyəndə də birbaşa özləri ilə əlaqələndirirəm. Yəni biz kimisə günahkar çıxardaq, bu çox asandır. Biz kimdəsə mənfi nələrsə tapaq, yenə deyirəm, bu çox asandır. Amma biz özümüzlə səmimi olub bir yola başlayıb, özümüzə də səmimi sualları verib doğrudan da üzləşmək çətin olsa da o cavablarla üzləşəndə düşünürəm ki, hər şey çox daha başqa inkişaf yoluna girir. Mən də eynən o çəhrayı maşında düşdüm, qalxdım. Yəni belə əməlli başlı belə çətin anlar yaşadıq. Hələ sizlə də sessiyalar götürdük, birə-bir sessiyalar götürdük. Yəni onda mənə çətin oldu, amma nəticə yaxşı oldu. Elə o sessiyaların birində Ayşə xanım mənə dedi ki, bəs səni maraqlandıran nədir? Sual belədir ki, yəni ən çox diqqətimi nə cəlb eləyir? Həqiqətən də mən o dönəmdə fikir verməmişdim ki, mən institut vaxtıda, yəni sonra magistrda oxuyanda hər kəs mənə geyimimə görə diqqət edirdi ki, maraqlı kombinlər eləyirəm. Maraqlı deyəndə bədən tipimə yaraşacaq və məni ifadə eləyəcək kombinlər eləyirəm. Doğrudan da mən bir anlıq yadıma düşdü ki, əslində mən Asiya xanımı da sırf koftasına görə girib baxmışdım, yəni. Heç mən xəbərim yox. Ondan sonra mənə artıq maraqlı oldu ki, doğrudan da mən bu geyimi sevirəm, buna maraqlanıram. Hətta insanların xarakterini belə müəyyən qədər geyimdən qiymətləndirə bilirəm. Və bundan sonra başladım təhsilə. Azərbaycanda təhsil aldım, sonra Türkiyədə təhsil aldım. Oranın ən müasir moda məktəbində, Bakko Esmodda, daha sonra Rusiyadan təhsil götürdüm. İtaliyadan kiçik bir təlim kimi təhsil götürdüm, yəni təlimlər aldım və Bakkoda da 3 mərhələli bütün belə deyim də ora akademiya səviyyəsindədir. Onların hamısını bitirəndən sonra artıq qərar verdim ki, hə, mən stilist kimi işləyə bilərəm və təbiidir ki, təkcə oranı bitirib stilist kimi başlamadım. Bu hasab bir yolu olmadı. Burada arxa fonda, yəni mənim öz psixoloji vəziyyətimlə işləməyi də daxil eləməliyəm. Özümlə də təkbətək qala bilməli də daxil eləməliyəm ki, hamısı onların hesabına oldu. Yəni heç nə birdən-birə, hə, mən qərar verdim ki, mən stilist olacağam, getdim, oxudum, gəldim. Yox, təbiidir ki, bu belə olmur. Çox insan fikirləşir ki, mən hansısa bir təlimə qatılacağam. Fərqi yoxdur o hansı təlimdir, nə ilə bağlıdır. Hər şey alınacaq ondan sonra. Gözləyirəm. Bu da ən böyük yanlışlardan biridir. Bu ən böyük yanlışdır. Məsələn, burada bir də cəsarət faktoru var ki, sən, bilmirəm, ətrafında nə dedilər bu barədə sənə ki, dəyişdin ümumiyyətlə də sahəni. Ay, mənim ən böyük... Çox qızlar xüsusilə də qorxurlar ki, ayda mən oxudum, gəldim. Xüsusən də çəhrayı maşın təlimini səndən sonra biraz da gelişdirmişik. Daha da rahat tapırlar potensiallarını və öyrənəndə ki, mən bununla məşğul ola bilərəm. Qorxuya çox insan görür ki, ondan sonra davam eləmək istəmir. Təlimə niyə? Mən buna məşğul ola bilərəm, mən tamamilə fərqli sahədəymişəm. Mən öyrəndim ki, mən potensialım burada ola bilərmiş. Biz orada xəritə çəkirik, geniş və s. və s. Gördüm ki, bu ilə buna məşğul ola bilərəm, amma bununla tamamilə mənim ideyam yoxdur bu mövzu ilə bağlı və s. və s. Elə mən qayıtdım əvvəlki işimə. O boyda əziyyət çəkmişdim, o boyda diplom almışdım, mamam nə deyər və s. və s. Və burada bütün elə bil orada gördüyümüz işdə təlim ərzində hamısı boşa gedir. Sizin əziyyətiniz də boşa gedir və siz özünüz də özünüzü, əlbəttə ki, burada ən rahat deyiləsi şey də olur ki, təlimi bəyənmədi. Nəticə vermədi. Amma əslində nəticə, axı sən orada öyrəndiyin şeylərlə nəsə etməlisən özün haqqında. Və səndə necə oldu? Məsələn, indi bizi dinləyənlər də var ki, qorxur çox insan. Mənə şəxsən yazırlar, menecerlərimizə də şəxsən yazırlar ki, birdən mən öyrənərəm ki, nə badə əslində indiyə qədər yalan yaşamışammış,
yanlış seçimlər Üzləşməkdir də, etmişəmmiş. üzləşməkdə həmişə insan qorxur. Qorxur. Amma orada bir cəsarət, bir şey var. Ora necə keçdin, tam o keçid necə oldu? O qorxular səndə də mi var idi? Yoxsa çünki mənə belə baxanda mənə elə gəldi ki, Səba üçün çox rahat oldu. Ay yox, Amma qorxulan kralı var idi məndə. Baxın görək necə Qorxular, oldu. bilirsiniz necə idi? Mən 2 institut bitirmişdim. 2 institutu özdə belə samballı institutları bitirmişdim Azərbaycanda. Yəni hamısına da yüksək balla qəbul olmuşdum. Özüm bitirmişəm, yəni heç kim day filan. Amma məsələ ondadır ki, axı bir o cəmiyyətdə bir 2 institut qurtardı, neyniyəcək? Mama oldu, həvəsə bütün gün evdədir. Sanki bilirsiniz necədir? Qadın öz roluna keçəndə, öz yerində olanda sistemdə bizdə cəmiyyətdə elədir ki, sanki biraz ona bədbəxt kimi baxırlar da. Əslində onun içində yaşadığını zaten özü bilir. Qorxu da elə bir şeydir ki, qadın üçün də, xüsusən də Azərbaycanda, yəni qınaq var. Sən 2 institut oxudun, işləmirsən. İndinin özündə də məsələn kimləsə görüşəndə artıq o cəsarət yoxdur onu deməyə. Əvvəllər deyə bilirdilər rahatlıqla. Çünki mən özümdə də o içimdə o qorxu var idi deyə o şəraiti sanki onlara yaradırdım ki, mən işləmirəm də 2 institut qurtarmışam. Axı özümdə o sual var, avtomatik qarşı tərəfə də enerjini ötürürəm. O da mənə onu geri dönüş edir. Elə oldu ki, çox qorxurdum, təbiidir ki. Hətta özümlə üzləşmək prosesinin ən çətin və ən başlayan tərəfi idi də. Yəni bir dəfə diblərə vurdum, çıxdım, 2 dəfə diblərə vurdum. Axırı özümdə o nələr ki məni qorxudur, nələr ki məni əslində öz potensialımı açmağa qoymur. Məsələn, uşaq pozisiyasından elə tutmuş, başqa dəyərlərə qədər deyə bilərik, qadının öz rolunda olmamasına qədər. Yəni biz elə bilirik ki, ailə qurduqsa, uşaq oldusa, həvəsə da mən anayam, mən qadınam. Əslində qadınlıq birinci bizim özümüzün daxilimizdən başlayır da. Biz özümüzü qadın kimi qəbul eləmiriksə, ətraf bizi necə qadın kimi qəbul eləyəcək? Məsələn, mən özümü bilinçli ana kimi hesab eləmirəmsə, o uşaqla necə o kontaktı yaradacam mən? Mən də qorxular, məndə ilk qorxum o idi ki, mən uşaq pozisiyasındaydım. Oradan çıxmaq mənə çox çətin idi. Kim nə deyər, məni incidərlər, müştəri gələr məsələn, deyər ki, bu xoşuma gəlmədi. Bu təbiidir, mən dollar deyiləm ki, hamının xoşuna gələm. Və mənim yaradacağım kombinlər də zaten elə adamın var ki, zövqünə oxşuyur, eləsinin var ki, dünya görüşünə, o həyat tərzinə uyğun deyil. Ümumiyyətlə, stil özü də belə bir şeydir ki, bizim xanımlar məsələn, mən indi geyinib gəldiyim kombin çox sadə, yəni özümü ifadə edən bir kombindir. Niyə? Çünki bədən tipimə uyğundur, rəngi mənə uyğundur və mənim həyat tərzimi dəstəkləyir. Amma xanımlar elə baxmır axı. Birinci düşüncə olur ki, ətrafdan cəmaət mənə nə deyir? O qorxu ilə gəlirlər. Hətta stillərini belə dəyişməyə o qorxu ilə gəlirlər. Amma mən həmişə təklif edirəm ki, özümüzlə səmimi olaq. Qadın olduğumuzu birinci qəbul eləyək. Həyat tərzimizi qəbul eləyək ki, mən də çəhrayı maşından sonra sanki bunları etap keçərək bir yerə gəlib çıxdım. Mən də başlayanda çox qorxurdum. Səhifəni açdım. Məsələn, adam səhifə açanda elə bir ki, ora hədsiz indi izləyici yığılacaq, müştərilər töküləcək. O yazacaq ki, mən xidmət istəyirəm, bu yazacaq, mən bu kombini istəyirəm, kömək elə. Amma ki, görürsən ki, elə olmur. Hər şey hissə-hissə, özünlə belə deyim, tək qalıb, çətindir. Adama şillə kimi dəyir, özündə olan əksikliklər, özündə çatışmayan cəhətlər hər kəsdə var. Yəni heç kim ideal deyil. Mən birinci bundan başladım. Başladım ki, nəyəmsə onu qəbul edeyim. Uşaq pozisiyasından çıxmaq çox çətin oldu. Ailədən separasiya, məsələn, çəhrayı maşının əsas, belə deyim də, punktlarından biri idi. O çətin oldu. Onu belə çətin də olsa, uzun müddət, hətta biz çəhrayı maşına artıq neçə il idi qoşulmuşduq. Mən 2 ildən sonra elə bir hadisə baş verdi ki, mən elə bilirdim ki, o separasiyanı bitirmişəm də artıq. Amma baxdım ki, yox, hələ ki qalıb. Yavaş-yavaş onları da həll eləməyə. Yəni hər dəfə gördükcə onu həll eləməyə keçdim. Yox, oradan uşaq pozisiyasına keçib, aqressora keçib, ay Asiyanı günahlandırım, Asiya məndən filan qədər pul aldı, mənim çəhrayı maşında bu olmadı. Yox, başa düşdüm ki, insan proqramları gedir, gəlir. Bunlar yəni bir dəfəyə həll olunmur. Yəni kimsə də qoşulursa da, indən sonra bilməm, indi bu videoyu kimsə baxacaqsa da, hansısa təlimə qoşulanda çox xahiş edirəm. Fərqindəlik yaranan kimi, problemimizi görən kimi o partlayıb o dəqiqə həll olunmur. O sizlə qalır, siz ona öyrəşirsiniz. Müəyyən bir moment o yenə baş qaldıra bilər, o şar şişə bilər. Amma əsas olan odur ki, siz onu fərqində görürsünüz. Yəni o dəqiqə bu problemi həll elədim, mən bunu gördümsə, bu məndə olmayacaq həyatımda, belə bir şey yoxdur.
Cərrahi maşında da yenə dediyim kimi əsas mənim o separasiya idi, uşaq pozisiyası idi, qorxularım idi ki, hə bunları yavaş-yavaş ki, illərlə, yəni 6 ay məsələn təlimin müddəti olsun. Siz düşünürsünüzsə ki, %100 tam 6 ayda bunu həll edəcəksiniz. Ola da bilər ki, olmayacaq. Çünki hər kəs individualdır. Hər kəsin iradəsi, həyata baxışı başqadır və hər kəsin yaşadığı həyat şəraiti də tamam başqadır. Yəni hadisələrə belə baxdıqca İnanın mənə, siz götürdüyünüz təlimlərdən çox daha başqa bir fərqindəliklə ayrılacaqsınız və bu da sizin xeyrinizə olacaq, belə deyim. Çox insan təlimlərə qatılır, mən görürəm qızları da, amma bu mənim səlahiyyətlərimə daxil olmur deyə mən çox fazla bunu izah eləyə bilmirəm və ən çox gələn şikayətlərdən biri, özün də bilirsən, görürsən, o olur ki, bəs yaxşı, mən özümü artıq daha level up hiss eləyirəm də, sanki level atlanmışam, daha çox pul da gəlir, çox qızlarım mənim, çox şükür, indi ümumiyyətlə biraz da dəyişib hər şey. Özüm şoka düşürəm ki, 19, 20, 21 yaşlarında qızlar bank hesablarına skrin göndərirlər təlimlərdən sonra 5.000, 10.000, 15.000. Mən belə şoka düşürəm ki, hələ deyirlər ki, azdır nəticəm, biraz da istəyirəm. Belə mən özüm şoka düşürəm ki, bu qədər tezmi, bu qədər tez yaşda, amma heç bunu gözləmirdim mən. Amma orada bir nüans olur arada. O nüans nədir? Mənə deyirlər ki, yaxşı, hər şey yaxşıdır, amma mən o istədiyim çevrəyə və istədiyim əlbəttə əks cinslərə hələ nə deyirlər, o giriş bileti deyirlər də, belə entry ticket sanki əldə eləməmişəm hələ. Və orada düz deyirsən ki, əlbəttə geyimə baxırıq. Mənim bir çevrə, ora düşmək üçün geyimə baxırıq və hətta mən əvvəllər çox inciyirdim bu mövzuya görə. Çox qurban roluna düşürdüm, çox ağlayırdım ki, necə yəni mənim kartyerim yoxdur deyə falan yerə gedə bilmirəm falan deyə. Amma sonra gördüm məsələn ki, mən adicə retritlərə falan belə gedəndə xaricdə yeni bir çevrədirsə, mütləq şəkildə profilimə baxırlar, geyimlərimə baxırlar, assessment aparırlar, sonra məni o ortama seçirlər, belə deyərlər. İndi qızlar əsas məsələ deyirlər ki, kişilərdə biraz bu rahatdır, amma qızlarda deyirlər ki, bəs niyə alınmır? O çevrə, hər şey yaxşıdır, pul da var, hər şey də var falan filan. Baxıram ki, geyim tərzi eyni qalıb. Və bir də nə baş verir bilirsən, daha çox pul gələndə əvvəl tutaq ki, mən Trendyoldan ya hardansa daha keyfiyyətsiz bir şeyləri 2 dənə alırdımsa, indi pul çox gəlir deyə o keyfiyyətsiz və eyni şeyləri başlayırlar daha da 30 dənə, 40 dənə almağa. Bu səfər dəyişə-dəyişə geyinməyə. Amma nəticə yoxdur. İndi burada nə etmək lazımdır? Burada ümumiyyətlə nə çatışmır, problem nədir ki, bu çox pul gəldi, eyni qaldı. Biz həmişə düşünürük ki də, ikinci qara tişört, ikinci cins məni bu kombinlərin hamısını qutaracaq. Elə bir şey yoxdur. Ümumiyyətlə, mən həmişə danışanda ən sevdiyim mövzulardan biridir bu qardirob məsələsi. Qardirobu biz, belə deyim də, Ayşəxan, binanın binövrəsini tökürlər. Oranın betonunu yarımçıq tökəndə bu bina qalacaq onun üzərində. Yox, təbii ki, bir müddət sonra o çökəcək də. Yəni, istəsək də, istəməsək də bizim gücümüz daxilində olan bir şey deyil, o baş verəcək. Amma sən bunun binövrəsini doğru qoyduqca, təməli daha bərk, güvənli, oturaq şeylərlə qoyduqca daha rahat girib onun içində yaşayacaqsan da. O evin yanına qorxa-qorxa keçməyəcəksən ki, ayda bu bir gün uça bilər. Axı sən bunu eləyəndə, sən bilirsən axı ora nə tökmüsən də. Qızlarda problem odur ki, bu xanımlarda məsələn, birincisi güvənmirlər. Kömək almağı, dəstək almağı bacarmaq lazımdır. Bəlkə də heç kim demirik ki, sən budur problem səndə. Daha çox desmə, utanıram şəxsən deməyə öz müştərilərimə ya da bilmirəm, çevrədə də heç kəs demir sanki. Bu çox yayılmıyor belə bir Azərbaycan. Azərbaycanda məsələn o şəxsi stilist anlayışı hələ təzə formalaşır. Məsələn, mənim Almaniyada, Gürcüstanda müştərilərim var, Rusiyada da müştərilərim var ki, həkimdirlər, konfransa falan gedəndə onların o zaman anlayışından, yəni zaman onlar üçün daha dəyərli olduğu üçün, məsələn, mən o konqresə gedəcək şeyləri mən kombinləyib atıram 3 gün ərzində ki, o nə geyinəcək. Eyni ilə də o birisinə və yaxud da ümumiyyətlə qardirobunu hazır istəyir ki, deyir, mən həkiməm, mən səhər durub mən fikirləşə bilmirəm ki, bu. Burada baxırıq ki, həyat tərzi nədir, həkimdir. Nə istəyir, rahatçılıq istəyir. Soyuq ölkədə qalır, Almaniya soyuq olur məsələn. Daha çox ona uyğun kombinlər yaradırıq. Amma o şəxsiyyətdən qırağa çıxmamaq şərti ilə. Bizim xanımlar isə
Məsələn, necə baxırlar həyata? 3 dənə bir şey aldımsa, zorla bir-birinə uyğunlaşdırım, bu daha fərqli bir şey olacaq. Nə həyat tərzini nəzərə alırlar? Məsələn, sən gənc xanımsan. Daha çox ad günləri, gəzməklər, kokteyllər, görüşlərə falan gedirsənsə, sən 2 dənə ağ köynəyi məsələn nə edəcəksən? Biri olsa bəsdir də, kifayətdir də. Düzdür, ondan daha komfortlu da, elegant luklar da yığmaq olar, hətta onu sporta da uyğunlaşdırmaq olar, yəni həyat tərzinə uyğun olaraq. Bizim xanımlarda isə ən böyük yanlışlardan biri odur. 2, 3, çünki öz zövqlərindən deyim də, yəni öz baxış bucaqlarından qırağa çıxmırlar. Daha fərqli bir şeyi yoxlamırlar. Hər dəfə də şikayət edirlər ki, ay deyirlər ki, mənim paltarlarım eynidir. Bu kombini geyindim, xüsusi hiss elətdirmədi mənə. Yəni bu kimi şeylərin kömək almağı bacarmaq lazım və onlar elə bilir ki, çoxsu. Stilistdən kömək almaq bu artıq zövqsüzlük deməkdir. Əsla. Stilistdən kömək almaq bu əsl level atlamaq odur ki, sən həm öz vaxtına qənaət edirsən, həm puluna qənaət edirsən, həm də görüntün sənin birinci vizit kartın sənin görüntündür. İndi statistik məlumatlar var. Yəni bunu biz nə qədər qəbul eləsək də, eləməsək də, biz gedəcəyimiz məkanda sahib olduğumuz hər hansısa bir status varsa və yaxud da hər hansısa bir vəzifənin sahibi isə biz orada 80% bizim görüntümüzlə qəbul edirlər. Daha sonra 20% də isə bizim danışığımız və biliklərimizi təsəvvür edirik. Yəni bu artıq biz istəsək də, istəməsək də biz bura bir əmək sərf eləyib, bir ciddi maliyyə qoyub və vaxt sərf eləməliyik. Yəni stilistə verirsən, çox şey eləyir, bəli. Stilist də bunu tək eləmir. Sizin həyat tərzinizi nəzərə alaraq, sizin statusu nəzərə alaraq və bədən tipini əsas. Hansısa məsələn blogerdə bir köynəyi görür, gənc bir xanımdır. Məsələn deyək ki, indi bugün hansısa bir xüsusi bir görüşə gedəcək. Bir dənə o köynəyi alır. Elə bilir ki, o bloqerdəki görüntü, o şıqlıq, həmin anda o üstündə işıq partlaması falan filan, hamısı eyni anda o enerjiyə salacaqdı onu. Çox yanlışdır bu. Çünki onun bədən tipi ayrıdır, rəngi ayrıdır. Məsələn, o sarışın xanımdırsa, əsla qaraşın xanımlara onun üzünə işıq verəcək geyim parçaları, məsələn, o seçən xanıma verməyəcək onu. Yəni bunların hamısını nəzərə alır, okey, bir dəfə geyinə bilir, harasa gedir. Bu heç bir problem yoxdur. Amma sonra şikayətlənir ki, mən onu bir dəfə geyindim, başqa bir yerə istifadə edə bilmirəm və yaxud da qarderobumdakı kombinlərlə də uyğunlaşmır. Bu yenə də eyni dediyim kimi bünövrəni düzgün qoymur. Qıraqdan hər dəfə 2-3 dənə 2-3 qaşıq belə beton atır ki, tutar, tutmaz da heç də. Amma ki sən onu doğru qoyanda, o parçanı da əlavə eləyəndə hamısı bir-birinə uyğunlaşanda orada qəşəng, isti bir şey olacaq. O qarderob da avtomatik sənə xidmət eləyəcək. Dediyim kimi o gənc xanımların da əsas o istədiyi görüntünü tuta bilməməklərinin səbəbi də düzgün bünövrə qoymamaqlardır. Geyimləri necə gəldi seçirlər. Çünki başdan bizə elə bir öyrədilər ki, geyimi seçək də. Da fikirləşmirik ki, biz o qarderob bizə xidmət eləməlidir. Biz amma həmişə qarderoba bol xərcləyirik ki, bir dənə də bu koftanı alım, bu şalvardan gedəcək. Bir dənə də bunu alım. Yox, əvvəlcədən elə alaq ki, hamısı bir-biri ilə getsin. Doğru, daha çox pul qoyursan və daha çox əslində pul xərcləyirsən ora. Nəinki sən bir dənə doğru parçanı alıb qoyacaqsan, sonra o birisiləri də ona uyğun alanda, bu düzdür, bu çox vaxt tələb eləyir əslində. Bu heç asan bir proses deyil ki, deyim, bunu hər xanım özü eləyə bilər. Xüsusən də işləyən xanımlarda çox çətindir bu. Yəni vaxt baxımından. Mən çünki özüm günlərlə bir xanımın qarderobuna vaxt sərf eləyirəmsə, bu axı yaşayır. Bu insan o 3-4 günü həyatından dondurub saxlaya bilməz ki, mən bu qarderobu işləyim. Ona görə bu xüsusi bir əmək tələb eləyir, vaxt tələb eləyir və bir də belə deyim də, yəni öz zövqünüzdən qırağa çıxmaq, yəni öz başqasının zövqü ilə ona güvənib nələrsə eləmək sizi istər-istəməz daha başqa bir görüntüyə çatdıracaq. Burada bir neçə məsələni demək istəyirəm. Çox zaman insanlara elə gəlir ki, orada itirilən şey tutaq ki, stilistlə işləyəndə təkcə pul faktorudur. Stilistə ödəniş eləyəcəm. İndi burada maraqlı bir şey var ki, insan ki, o bir dənə paltarı, mən özüm o hissi çox yaşamışam indi müəyyən. Biraz da yaşla əlaqəlidir ki, daha da çox yaşamışam o hissi ki, alırsan paltarı, xoşuna gəlir alanda, ya da blogerdə görmüşdün, bunu qarderoba qoydun, geyməyəndə onu, bu paltarın pulu qədər itirmirsən sən, həm də enerjindən itirirsən. Çünki sən
əsəb keçirirsən, avtomatik onu 1-2 dəfə yoxlamaq və yaxud da sənə onsuz da geyməyəcəyin şeyi qarderobda saxlamaq özü belə sənin enerjini aparır. Özgüvənsizdir. Əlbəttə, qarderobda fikirləşin, nə qədər geyinilməyən parçalar varsa, o adam, mən özüm o prosesi yaşamışam. Yəni mən ikinci uşaqdan sonra o prosesin hamısını hissə, ayala iliklərimə qədər hiss edirdim. O qarderobda geyinmədiyim parçalar, fiqura dəyişir. İstər-istəməz biz istəsək də, istəməsək də bir bədən quruluşu dəyişir qadında. Bunlar hamısı məni o qədər yorurdu, o qədər enerjimi apardı. Hətta mən arada fikirləşirdim ki, yəqin mən o qədər yetərsizəm, özümə belə yetmirəm də qarderob barədə də. Yəni buna belə gücüm çatmır. Amma hissə onu o qədər mən xidmətlərimi məsələn o stilistdə gördüm, götürüm yaratmamışam. Mən xidmətlərimi hamısını özüm işləyə, xanımlarla işləyə, hansı proses nə qədər vaxt aparır. Məsələn, bu xanımın öz güvəninin əsas qaynağı nədir? Alır parçanı ki, bunu nə vaxtsa geyinərəm, endirimdədir. Endirimdə də doğru parçaları seçmək olar. Baza parçaları məsələn müraciət eləmək olar. Biz yenə deyirəm, həmişə mən bunu deyirəm, həmişə də deyəcəm. Əsas qarderobun bünövrəsini təşkil edən baza parçalardır. Baza parçaları əlavə elədikdən sonra öz bədən tipimizə uyğun olaraq təbiidir ki, hamıya baza parça getmir. Çünki xanımlar elə bilir ki, 2-3 dənə parçanı da aldım, atdım, stilist desə belə, bunu aldım, atdımsa hər şey okeydir. Yox. Stilist baxır, məsələn, elə üz quruluşu var ki, qamindir, elə üz quruluşu var ki, elegantdır, elə üz quruluşu var ki, avangard stillədir. Yəni, hətta stildə üz quruluşuna belə diqqət eləyirik. Yəni, kimsə elə bilir ki, Səbahət xanım bugün, məsələn, vəh gəldi, bunları seçdi, atdı, mənim üçün hazırladı. Xeyr, əsla belə bir şey yoxdur. Onlardan ona görə detallı müştərilərdən şəkil də istənilir, bədən tipini çıxarmağımız üçün, üzünü də yaxından şəkili istənir ki, hamısını doğru vurğulaya bilək. Yəni, belə deyim də, məsələn, yumru bir qəlibin içinə kvadratı yerləşdirə bilirik. Yox, nə qədər öz yerində olmur və çalışır, ora girməyə çalışdıqca qırılır, tökülür də, yəni bir şeylər gedir. Amma öz qəlbində olanda necə rahatlıqla oturur və ətrafdan da ondan istifadə oluna biləcək şəkildə, yəni fayda verir də, belə deyim, necə istifadə olunmalıdırsa. Qarderob da elədir, sizə uyğun olmayan parçaları bir o qədər ora atdıqca elə bir özünüzü həm yaralayırsınız, həm enerjiniz gedir, həm də ki öz güvəninizi aparır. O orada qalan parçalar, uyğunlaşdıra bilmədiyiniz kombinlər, bir məsələn məhsula neçə yüz manatsa verirsiniz, onu bir dəfə istifadə edirsinizsə, yəni bu həm loro dildə də olsa israfçılıqdır, həm də ki bu faydasız bir şeydir də, özünüzü aldadırsınız, hansısa bir məbləği qazanırsınız, özünüzü məmnun etmək üçün, tətmin eləmək üçün o parçanı alırsınız, amma onu da istifadə edə bilmirsiniz. Yəni belə. Ona görə mənə elə gəlir ki, stresdə verilən pul bir çox müştərilərimin də dediyi kimi vaxta, enerjiyə qənaətdir. Nəinki biz fikirləşirik ki, buradan da pul itirdik. Çox insan o simiciliyə girir ki, qoy pul itirməyim, özüm eləyim hər şeyi, amma hər şey özün elədikcə mən insanlara başa sala bilmirəm heç vaxt ki, sən hər şey özün elədikcə nə qədər pul itirirsən əksinə. Hər işi görə biləcək bir insan var mütləq ki, mənə soruşurlar. Kömək almağı bacarmır. Soruşurlar, niyə komanda yığırsan, asistan axtarırsan, bu işi sən də eləyə bilərsən, bla bla bla. Amma o sənin çox insana elə gəlir mənə şəxsən deyirlər ki, sən bütün günü pul xərcləyirsən, mənə deyirlər. Hamı mənə bu barədə şey eləyir, hamı görür, ora biraz verdi, bura verdi, o xidmət, bu xidmət və s. Amma mən niyə o şey özüm eləyim ki, əgər başqası bunu daha yaxşı, daha həvəslə, onun öz profilidir və bunu eləyir. Düzdür, mən eləyə bilərəm. Həm də çətindir, hər sahəyə çatmaq. Axı, indi hər sahə inkişaf eləyir. Məsələn, oturub bu 20 dənə stil növü var. Məsələn, təzə təlim açmışam da. 20 dənə stil növü var. Hər kəs axı oturub o 20 dənə stil növünü və bu təlim 3 ay davam eləyəcək. Həftədə 3 dəfə mən məlumatları paylaşacağam və o təlimdə də 3 dəfə də elə hər həftə bir stili götürüb onu müzakirə eləyəcək. Qəlibini, kəsimini, hər şeyini dəqiq şəkillərinə qədər göstərim ki, artıq onların sağa sola sualları qalmasın. Çünki mən özüm Azərbaycanda təhsil alanda stilləri öyrənəndə çox çaşqınlıq yaşadım. Bildiklərim də qarışdı. Gördüm ki, elə bir bunu belə deyim də cədvəl şəklində, bir sistemli şəkildə təqdim olunmur. Çox çaşırsan.
Amma ona görə sırf özüm oturdum onun üzərində işlədim ki, yəni bəlkə stilistika tələbələrinə də kömək olar da ki, stilləri bilmək elə başlanğıcdır. Məsələn, kimsə deyir ki, mənim stilimi bilmirəm, xanımlar deyir. Bu elə, bu belə, bunu tapa bilmir. Sən ümumiyyətlə stilləri bilmirsənsə necə biləcəksən ki, sən hansı stilə aidsən? Sən bir stillər haqqında məlumatın və yaxud da ən azından təsəvvürün olmalıdır ki, bu geyim, bu parça falan stilə aiddir. Məni ifadə eləyir, hə və yaxud da yox. Bunlara baxın, yəni bu özü düşünün 3 aylıq bir kursdur, uzun bir prosesdir, bir yoldur. Bunu öyrənmək istəyənlər də var, çox şükür ki, öz stilini tapmaq istəyən xanımlar da var. Və bunu axı gündəlik belə götürəndə hər işləyən xanım ona gücü çatmaz, nə də enerjisi, vaxtı çatmaz axı oturub o stilləri öyrənib ki, özüm eləyəcəm, özüm yığacam. Bu mümkün deyil belə bir şey. Eləyə bilənlər də var, nə gözəl hobbisinə daxil ola bilər, hə maraqlana bilər, bu ayrı. Amma İnsan istəsə ki, bütün hər şeydə kömək almaq yerinə hamısını özü eləsin və həyat hardan gəlib keçəcək, mən heç bilmirəm. Ailənə də çata bilməyəcəksən, heç özünə də doğru enerjini özünə verməli olduğun yerlərdə də heç özünə verə bilməyəcəksən, mən fikirləşirəm. Əslində biraz da ailədən gələn, uşaqlıqdan gələn bir şeydir. Məsələn, mənim anam stillə bağlı kitablar alırdı, bizi öyrədirdi, göstərirdi. Buna rəğmən mən ailəmi qatmaq xoşdurdum. Mən xoşdurdum harda belə. İndi də eləyəm, amma onu stilə salmışıq biz sanki biraz. Harda parıltılı, güllü, bəzəkli, şıqır-şıqır şeylər var. Hamısını alıb evə doldururdum bir vaxtlar. Xüsusən də o Trendyol varsa səndə. O ucuz olmağı. Ümumiyyətlə 3-4 ildir mən o əplərin hamısını silmişəm. Bir dənə Farfetch, Net-a-Porter onları saxlamışam, vəsyo. Bütün adam tərbiyəsini pozur həqiqətən. Bir də o bəzi blogerlər var, davamlı parçalar paylaşırlar. Onu da, bunu da, onu da. Amma mən məsələn səhifəmə girəndə onu heç vaxt görə bilmərsiniz ki, mən deyirəm ki, məsələn deyirəm ki, bunu al, bunu alma. Xeyr, mən əsla o sözün məsuliyyətini üzərinə götürmək lazımdır. Nə Trendyoldan link paylaşaram, nə Temuda. Zaradan bəyəndiyim parçaların müəyyən kodlarını yazıb paylaşaram, amma əsla demirəm, çünki hər kəs individualdır, hər bədən fərqlidir, hər tip fərqlidir. Yenə də dediyim kimi, hər xanım bir stil tipajına da aiddir. Yəni bunların hamısını nəzərə alır. Yoxsa ki, çox böyük yekə başlıq çıxar ki, sən hər dəfə girirlər deyirlər, bunu al, bunun linkini qoymuşam, eləmişəm. Bu çox çətindir. Onda xanımlar çox çaşır, çox da yanılırlar. Yəni özüm şahidiyəm, müştərilərimlə bərabər yəni yaşamışam o. Hə, sizin sözünüzü kəsdim. Yox, kəsmədim. Bütün enerji gedir. Həm enerji gedir blogerə baxmağa, onları ayırd eləməyə, seçməyə, almaq, onsuz. Vaxt. Sifariş prosesi özü bir ayrı bir şeydir, o heç. Onlar da keçdi, bu evə gəldi, bu səfər bəyənmirsən. Sonra deyirsən qalsın o qarderobda yer tutur. Yer tutduqca sənin enerjini də tutmuş olur. Ki, mən buna pul vermişəm qalır. Əsəblər hər dəfə baxanda da səbki olur, amma heç ona fikir verməsəniz belə. Bəzən deyir, baxdı bu qarnımı göstərir, bu çiynimi belə eləyir və s. Onu niyə geyinmədiyinizi də bilirsiniz axı ağlınızdadır. Bilir, amma özünlə üzləşə bilmir axı, o da var. Məsələn, mənim o qədər özgüvənli müştərilərim var ki, bir o qədər də əksi var. Məsələn, çox gözəl xanımdır, qarnı bilinmir, heç nə yoxdur, amma geyinəndə deyir ki, yox, bu mənim qarnımı bilindir. Əslində, görüntü olaraq heç nə, mən görürəm ki, yəni bu yaraşır bu stil ona. Və təbii ki, orada hər müştəriyə də individual yanaşırsan. Sən, ay mən stilistəm, mən deyən olacaq deyə bir şey də yoxdur. Sən kimsə sənə ödəniş də eləmir ki, sən öz bildiklərini orada yeridəsən. Əslində mən o işin bu tərəfini ona görə sevirəm ki, psixoloji tərəfdən onlarla bir yerdə o problemləri aşağı. Təbii ki, qarşındakı adama da baxırsan ki, ona onu bildirə bilirsənmi? Deyə bilirsənmi ki, səndə bu kimi şeylər var. İncə-incə onu işləyə-işləyə hansısa xanıma məsələn o xırda özgüvənsiz görüntülərdən, düşüncələrindən daha doğrusu uzaqlaşdıra bilirik. Bu belə bir də aplar barədə məsələn dediniz ki, Trendyol, Temu filan. Yenə deyirəm Asiya xanım, biz alış-verişə nə qədər şuurlu şəkildə yanaşsaq, o aplikasiyalar filan da bizi bir o qədər narahat eləməyəcək. Biz xanımlar, yəni alış-verişdə emosionallığı bir qırağa qoymalıyıq. Alış-veriş sırf sistem və o qarderoba hörmət tələb eləyir, belə deyim. Yəni hər emosional boşluğa qalxıb düşdükcə qaça-qaça mən gəlim ki, yox, mən bilirəm bir parça şey alım, düzələcək bundan sonra. Bir dənə bu parçanı alım, bundan sonra düzələcək. Tay da dibə batırıq, daha da dibə batırıq. Amma ki artıq bir insan özünü toparlamalıdır. Yəni nə qədər adam da gəlib bizə qıraqdan nəsə desə, mən yox, mənim kimi 100 dənə stilist otursun, onlara dərs keçsin, yenə adam onu başa düşməyəcək. Məsələn, o apların hamısı mənim telefonumda var. Amma
denən məni narahat eləyir? Yox. Niyə? Çünki bu problemi mən də özümdə aşmışam deyə özümü nümunə göstərirəm. Və əsas məsələ Temu. Temudan çox adam çox alış-veriş. Amma Temuda o qədər maraqlı parçalar var ki, hansı ki onları götürüb kombinə əlavə elədikcə mən o qədər geri dönüş almışam ki, Səbahət bunu hardan almışam? Yəni Temuda deyəndə hamısı belə bir şeyə təəccüblənirlər ki, nə yaxşı ucuz bir şey almısan, necə belə baqatı, belə şey bahalı görüntüsü var da. Deyirəm ki, məsələ ondadır ki, doğru kombini qurmaq, özünü tanımaq və o qarderoba doğru parçaları əlavə etmək. Bir də ki, belə deyim, biraz da o göz lazımdır adamda. Məsələn, eyni üzüyü siz də görə bilərsiniz, o birisi də görə bilər, mən də görə bilərəm. Hər birimizin fikrində tamam başqa bucaqdan o üzüklə bağlı məsələn kombinlər yarana bilər və yaxud da onun görüntüsü ilə bağlı bir fikir yarana bilər. Yəni, hər kəs individualdır da, yanaşmanı yetər ki, doğru tutmaq lazımdır. Mənim iki önəmli sualım qaldı. Birinci sual, daha doğrusu məsələ odur ki, kimsə istəyirəm bu mövzuya təsdiq versin axır ki, mən ümumiyyətlə işlərimi ilk dəfə quranda hələ səhifəmdə çox adam yox idi. 1000, 2000 ilk pulumu qazandım. Mən onu yatırdım mən nəyə? 2 dəfə elə bir pul qazandım səhifə açanda. Birinci pulum, sonra ikinci pulum. O birinci pulu mən yatırdım böyük hissəsini stilistə. O zaman səni tanımırdım. Çox sevdiyim Fəridə xanım var, ona yatırdım. Və əslində mən dinləsəydim kənar səsləri ki, ilk pulu qazanmışsan, bu niyə belə bu qədər pul 70%-dən sən yatırırsan falan filan. Mən heç nə qazanmayasaydım. İndi söhbət nədədir? Mən həmişə düşünürəm ki, biznes dərslərində falan belə mən çox sevmirəm hər şeyi dinləyib oradakı kimi eləməyi. Çünki deyirlər ki, ilk pulu qazandım, falan şey yatırım elə. Daha məntiqli olanı deyirlər yatırım elə. Mənə görə amma insan əlinə ilk dəfə pul keçən fərqi yoxdur. Onu sizə yoldaşınız, sevgiliniz verdi, yoxsa hardansa tapdınız ya da qazandınız iş yerinizdə heç fərqi yoxdur. Mütləq şəkildə mənə elə gəlir ki, görüntünü dəyişmək, başqa hansı leveldə artıq olmaq istəyirsənsə, birinci o levela sanki bir qarmaq atmaq üçün o levelin görüntüsünə keçmək lazımdır. Evet. Bir də mənim bütün mentorlarım həmişə təlimlərini alanda, birə-bir mentorluq alanda sirlərini deyiblər ki, biz ilk maaşımızla, ilk aldığımız pulla bahalı saat, ona uyğun bahalı bir markalardan geyim, mütləq şəkildə 2 dənə də olsa buna pul yatırmışıq, ilk yatırımımızı. Ağıllı yatırım yox, belə bir yatırım eləmişik. Niyə? Çünki sabah bir gün sən bununla ortaya çıxırsansa, xüsusən də Instagram səhifəniz varsa, orada sənə əlbəttə başqa cür müştəri gəlir və yaxud da sən bununla iş görüşməsinə gedirsənsə, sənə əlbəttə başqa bir pozisiyona artıq layiq görməyə başlayırlar. Ya da sən bununla artıq hər hansı bir bəylə görüşməyə gedirsənsə, artıq o da sənə çatmağa çalışır və yaxud da yoxa çıxır, bu tərəfdə var. Düzdür, qızlar qorxur amma yenə də. Əslində kömək eləyir də adama belə. Kömək eləyir bu. Çox insansa deyir ki, sən necə mənə belə deyil, bu şeylərdən başı çıxmayanlar, çox danışmıram səhifəmdə, niyə hamı gizli saxlayır bunu, mentorlar özləri belə. Çünki bunu deyəndə hamı başlayır ki, boş-boş şeylərdə adam pulunu belə eləməz, pulu ağıllı yatırım eləmək lazımdır, nə bilim bitcoin'a, nə bilim geri yatırım reklama, bla bla bla. Sən reklama pul qoydu nə? Amma sən qarşıya nə ilə çıxacaqsan? O reklamda bu da var. İndi bu barədə istəyirəm geri dönüş istəyim səndən ki, dedin birinci başlarında ki, mən geyimə baxıram da. Baxırsanmı ki ona? Çünki mən baxıram bu insan hansı markalardan, tam olaraq nə geyinir. Çünki full Temudan geyinib soyunsan o enerji hiss olunur, mən elə gəlir. Əlbəttə. Sən nə düşünürsən bu barədə? Burada biraz ikili danışacağam. Niyə? Bir, əsl real həyatda olan Səbahət, bir də bu reallıqları qəbul edən stilist. Mən məsələn, Səbahət olaraq, mən də sevirəm marka falan almağı. Gücüm çatandan təbii ki, hər saat deyim ki, həmişə qaçıram, alıram, yox. Və o da mənim üçün marka almaq yatırım məqsədidir. Məsələn, mənim baza parçalarım var, markalar ki, geyim də var içində, çantalar da ən çox. Xanımlarda mən düşünürəm ki, bu çantalar, zinət əşyaları, yəni bir də ayaqqabılardır. Bu 3 məqamdır mənim üçün birinci, yəni onun vizit kartı. Və bunu da həmişə hər saat gücüm çatandan eləyirəm, amma həmişə eləyirəmmi? Yox, belə bir şey yoxdur. Bir də həmişə ona fikir olaraq qaçmaq ayrı,
biznes, öz portfolyonu yaradanda, bu sənin vizit kartın kimi yanaşanda tamam başqa bir, belə deyim, baxış bucağından baxırsan da, sanki biri var ki, sən ona dəyər kimi, məsələn, Cartier saat, bu sənin üçün dəyərli ola bilər, bu sənin arzun ola bilər, məsələn, müəyyən bir illər ərzində gözləyib ona çatıb onu almaq tamam başqa, amma sən buna görə insana dəyər vermək, o Səbahət onu bəyənmir, o dəyəri bəyənmir, amma stilist Səbahət çox bəyənir, çox da təbii qəbul edir. Çünki bu real, biz maddi dünyada yaşayırıq və real həyatın qayda qanunudur. Və bizim geyimimiz, keçimimiz, bəli, bizi bir statusda göstərir və qarşı tərəfə bizi daha ciddi olub olmadığımızı çatdırır. Yəni biz dəfələrlə eşitmişik ki, məsələn, kimsə tanıyıb, bilib, bu filan kəsdir, bununla iş görərəm, amma görüşə gedəndən sonra onun geyimi, keçimi, özünə baxışı, məsələn, geyindiyi parçalar filan, onda tamam da belə müsbət tərəfə bir rəy yaradıb ki, həmin adamla işləməyə başlayıbdır, məsələn. Yəni, biz qəbul eləsək də, eləməsək də, real dünyada biznes tərəfindən və özümüz haqqında bir, yenə deyirəm, fikir yaradanda, iş barədə bunlar hamısı bizə lazımdır və labüddür deyərdim indiki dövrdə. Çünki mənim, məsələn, işlədiyim müştərilər də var idi ki, burada yenə biraz psixoloji tərəfə müraciət eləyəcəm. Ödəniş eləməyinə baxmayaraq, nə xidmət aldığının fərqində deyildi, nə istədiyini belə bilmirdi, baxmayaraq ki, təlimlər filan da almışdı, yəni şuurlu yanaşa bilmirdi. Amma biz hər prosesə, o Cartier-i almağa belə şuurlu yanaşanda, o qədər hər şey yerinə oturur, o qədər də doğru insanları cəlb edib o müştərilərlə işləyə bilirik ki, məsələn, sizin görüşlərə gələndə müəyyən dress kodlar olur. Gəlin etiraf eləyək ki, həmin dress koda əməl eləyən xanımları görəndə hər birimizdə onun haqqında başqa bir düşüncə yaradır ki, bu daha məsuliyyətlidir mesajını verir və getdiyi yerə daha özünü doğru təqdim eləmək kimi bir keyfiyyətləri apar. Amma kim ki tam əksi dress kod eləyir, hamımızda belə bir şey yaranır ki, yəni bir dənə bir parça tapa bilərdim düşüncəsi var da hamımızda. Düzdür. Bu arada bizdə görüşlər olanda bəzi qızlar, hətta bəylər belə yazırlar ki, Əsər xanım ya da çatda yazırlar biriləri arasında ki, biz stilistlə işləyib də gəlirik. Həm o seçilir, onsa deməsəydi belə bilirdim. Həm də mənim ağlımda o adamın adı, familiyası da qalır. Mən özümü önəmli biri kimi burada şey eləmək istəmirəm. Sadəcə olaraq yenə də insanın hamının ağlında bir şey qalır və bu sabahsı gün nəyisə aparıb çıxarır həmişə hansısa bir fürsətlərə. Mütləq şəkildə ad, familiya olaraq bir də geyindiyi paltar belə yadımda qalır ki, bu insan o sözü çox düz vurğuladın ki, məsuliyyətlidir. Bu çox önəmlidir. Ailə qurmağa birini seçəndə də, partnyor olaraq, iş olaraq da birini seçəndə. Hətta bəzi layihələrdə müştəri olaraq birini seçəndə belə sən məsuliyyətli insanlarla işləmək istəyirsən özünə qarşı və s. İndi buradan gələcəm son sualıma, məsuliyyət mövzusunu dedin. Mən çox sevirəm son ildə, ancaq məsuliyyət mövzusu üzərində işləyirəm öz üzərimdə. İnsanlarda da çox diqqət edirəm, bunun da bir hissəsi zaten stildir. Amma gələk biz 2025-ci il, elə sənlə də danışırdıq. May aylarına, yay aylarına, isti aylara mən Ibiza'ya gedirdim, yadındadırsa. Mən Ibiza'ya gedirdim və orada Səbahət mənə düz yadımda qalıbsa, dedi ki, gəl Asiya xanım bu paltarları düzənləyək, biz sonra gedin. Mən uşaq vaxtı hamıya demişəm ki, uşaq vaxtı çox təşvişli, imkanların az olduğu bir evdə böyümüşəm deyə, o məndə qulub kimi gedir, gəlir. Kimsə mənə dartması, o gedir, gəlir məndə o təşviş. Proqramlarımız da gedir, gəlir də. Yəqin ki, bu mənim üçün biraz daha düşünürəm ki, 33 yaşa qədər zaman vermişəm. Bu qulluqlarım tamamilə silinsin, tamamilə işləyim bunların üzərində. Özümüzə zaman vermək də önəmlidir, qıstacı. Amma orada mənə bir şey gəldi ki, əşi dedim, İbiza'da belə düşündüm. Əşi onsuz da istidən partlayacağam. Elə yığım bir-iki dənə şey, cins, nədir o? Şort falan, top, idman paltarı və mən gedim. Araşdırmamışam, məsuliyyətsiz eləmişəm, qısacası. Araşdırmırsan və dedim ki, əşi istəm pişəcəm onsuz da, elə çamadanımda bir neçə saat qalmış uçuşa, bastım, yığdım. Getdim ora. O mənim üçün önəmli bir yer idi, önəmli bir görüş idi əslində, retrit idi. Getdim, mən nə görsəm yaxşıdır. İlk saatlarda hər şey yaxşı idi, çünki biz yoga praktikaları falan eləyirdik. Rahat geyimdəydi. Sonra dedi ki, sən demə, məsuliyyətsiz yanaşmışam, şeyə belə baxmamışam, proqrama belə baxmamışam. Ki, hara gedirik, bu restoranları falan araşdırardım. Sən demə, bu proqramın içinə Ibiza'nın ən luxury və hamının girə bilmədiyi xüsusi dress kodları olduğu. Və o luxury restoranların əksəriyyətində dress kod olur. Dress kod, hamının hazırlaşdığı, hətta sıraya dayanırsan ki, səni yoxlayırlar, girirsən, bla bla bla. Orada da biraz fərqlidir. Yəni, burada biz otelin içindəki restoranlarda
olmayasıymışıq. Sən demə verdiyimiz pula daxil imiş hətta bütün bu lakşeri yerlərin hamısını gəzmək, hamısında olmaq, getmək plus lakşeri foto çəkiliş, yaxta və s. Ən lüks yaxta və s. və s. Və gedib baxıram, indi bunlar hər şey yaxşıdır, amma gedib baxıram ki, orada qızların hamısı stilistlə işləyib gələndə, hamısı özlərinə parçalar yığıb və qızlardakı o enerjiyə heyran oldum. Ondan sonra mən üzərimdə çox işlədim, xüsusilə də Safiyanın enerjisi. Mən şoka düşdüm ki, insan necə hər saat başı gedər makyajını dəyişər, dəri tonunun, o zərlərin tonunu dəyişər, ona uyğun paltar, açkisi belə hər şeyini uyğunlaşdırar və hər dəfə biz lobbidə görüşürdük. Hər dəfə lobbiyə düşəndə necə insan fərqli tərzdə, fərqli paltarda düşər. Bir də var geyim. Bizdə Azərbaycanın indi bayaqdan da gedə-gedə baxıram ki, hamı çox belə boz-bozalaq geyinir, hamı tipa daha da yaxşıdır. O rənglər lokal xarakter daşıyır, biraz elə şeylər var. Hamı elə tutub old money-ni, qəhvəyi, boz belə qəşəng görsənir, tamam. Mən də buna öyrəşmişəm. Yenə deyirəm, amma o üz tipindən asılı da kiminə yaraşır. Amma Ibizada mən fərqli bir şey görürəm. Qızların hərəsinin özünün bir xüsusi biri parıltılı geyinirdi ancaq, biri ancaq sinəsi açıq geyinirdi, o birisi sırf çox vəhşi stilində geyinirdi. Hərənin stili var idi. Hərənin stili var idi və hazırladıqları paltarlar xüsusən də rəqs üçün. Normalda Bakıda mən rəqs eləyəndə sadəcə lasen idman paltarı, sən demə bu rəqslər üçün də ayrıca paltarlar var idi. Orada sizi təsəvvür eləmək istəmirəm. Nə vəziyyətdəymiş. Yaxşı ki, orada qızlar bizə hədiyyə vermişdilər. Qara rəngdə şortla, qara rəngdə top hədiyyə vermişdilər. Mən elə onunla biraz keçişdirirdim rəqslərim. Rəqs üçün hədiyyə eləmişdilər geyimin birini. Onunla keçişdirdim. Amma sonra mən özümə söz verdim ki, bu cürə retretlərə gedəndə, bu cürə insanlarla proqramı incələyəcəm. Sən o proqram, birinci proqramı incələmək. Kstati, orada mən bir qızla qalırdım otaqda. Elə seçmişdim niyəsə. Bundan sonraki retritlərimi bu arada tək seçmişəm otaqda. Niyə? Uşaq pozisiyasına görə mən qızla qalmaq seçmişdim. Görüm necə. Ki, görüm o necə eləyir, görüm o hara gedir, görüm o hansı saatda gedir. O mənə dəstək olsun, əlimdən tutsun, mənə aparsın. Nə qədər qəribə səslənsə də bu yaşda da, bu şeydə də, bu təfəkkürdə də yenə də sən o tələyə düşürsən, yenə də o səhv eləyirsən. Amma görmək, götürmək yaxşıdır. Mən gördüm, götürdüm, başa düşdüm ki, sən Bakıda yaşasan belə şıqır-şıqır geyinə bilərsən. Bunlar hamısı okeydir. Əvvəldən məsuliyyətli olmaq lazımdır, hazırlaşmaq lazımdır. Tətilə belə gedəndə idman paltarında yox, hər gün öz paltarı olmalıdır mütləq ki, sən bu anıları da yığasan. Telefonova belə olsa, şəkillərdə belə olsa. Və bu məsuliyyət səni fərqləndirir hamıdan. Çünki o görüşün özündən belə, məsələn, sırf mənim yadımda qalıb ki, kim çox məsuliyyətli yanaşırdı. Xarakterdə də fərq eləyir bu. Həmişə deyirəm, geyim bizim haqqımızda qarşı tərəfə mütləq danışır. Səssiz də olsa danışır və mesajı ötürür, lazımi mesajları. İndi Azərbaycanda, biraz Bakıda bu barədə bir axım yoxdur da sanki ki, geyimi hazırla, mütləq məsuliyyətli yanaş, bəlkə bizdən başlayaraq kimsə bu haqda danışar, bildirər. Bizdə də bu cür görüşlər, retritlər falan keçirilmir deyə düşünürəm. Amma mən ora gedəndə sırf özünə məxsus stil gördüm. Yəni heç kəs old money stilində geyinmirdi qızlardan. Bizdə əslində old moneydən də daha çox xanımlar sport şık stili sevir. Elegant bizim lokal, yəni xanımların bir çoxunda olan stildir. Yəni bu da sevilir. O biz biraz burada bilirsiniz mentalitet məsələsi də var, adət-ənənə məsələsi də var ki, hamısı biz doğulan gündən zaten bizim stilimizi onların hamısı təsir edir. Və əsas məsələ məsuliyyət məsələsinə qaydanda isə sizi inandırım ki, mənim artıq 3 ildən çoxdur ki, daimi işlədiyim müştərilərim var. Və o vaxtda mənə etibar eləməkləri çox böyük bir məsuliyyət qoydu da mənim üzərimə. Amma onu da deməliyəm ki, o kim ki məndən 3 ildən artıqdır işləyir, onların müştəriləri də, yəni bir dəfə gəlib mənə demədilər ki, bu mənim müştərim azdır. Yəni kim ki məsuliyyətlə özünə yanaşırsa, inanın mən o şeydə onu qaydır. Yəni o müştəriləri daima var və daima da o mesajı ötürür ki, mən məsuliyyətliyəm, mən işimdə ciddiyəm, saatımda dəqiqəm. Bütün bu biz istəsək də, istəməsək də buna komple yanaşdığımız müddətcə bizi doğru da təqdim eləyir, doğru müştəri kütləsinə də bizi yaxınlaşdırır. Hətta belə kəşfətdə belə kimin qabağına çıxdığımız geyimlə Instagram özü belə ölçür deyə düşünürəm mən. Tarama eləyir sanki.
Çünki də mən bunu fikirləşirəm. görürəm neçə dəfə. Mənim özümün kəşf etmə heç stili olmayan, pis geyinən adam çıxmır. Bundan əlavə necəsə tarama gedir, özüm kimi biraz fərqli stildə geyinənlər çıxır. Məndə də özüm kimi Old çıxır. money çıxmır məndə. Məndə nəsə old money nifrəti var axır vaxtlarda, bilmirəm. Ola bilər. Biraz sizin tələbələrdə də biraz o elə bir stilə çox həvəsi olanlar oldu bir müddət. Məsələn, mənə müraciət edənlər də oldu. Dəfələrlə sizin tədbirlərə məsələn olubdu ki, mən müştərini hazırlayıb göndərmişəm. Yəni orada o tələbat oydu. Yəni bəzilərini düzdür fikrindən döndərə bilirdim ki, biraz daha başqa cığırla gedək, tam old money stili olmasın. Amma old money də yenə deyirəm, əslində bizdə elə bilirlər ki, çox bahalı geyimlər elə old money deməkdir. Yox, old money əslində mənası elə o sakitçiliyi ilə özünü diqqətə çatdırmaq deməkdir. Yəni vacib deyil orada. Məsələn, Loro Piana'nı götürəndə orada Vicuña parçasından istifadə edirlər. Hansı ki, o nə bilim Cənubi Amerikada Alp dağlarında yaşayan bu alpakalar kimi dəvələrdə o heyvanlardandır və ildə bir dəfə onun yunu qırxılır. Ondan hazırlayırlar məsələn Loro Piana'nın parçalarını və onu da xüsusi, yəni onu gözləməlisən də. Ona görə də o elə bahadır və məsələn oradan parça alanda Loro Piana'nın üzərində belə taxta da qoyurlar. Hansı ki, o taxta da onu kömək eləyir asanda o parçanı. Taxtanı da onun üzərində qoymalısan ki, o daha məsələn çox uzun müddətli olsun və qoruyur. Sanki o taxta onu qoruyur. Elə bir şey var ki, quru nəm olmayan yerdə saxlayanda o taxta onu qoruyur. Yəni bu adicə bir brendin bir siyasətidir də. Biz ay old money falan bəsməkə old money deyəndə də həqiqətən də onun altında bir yatırım var. Orada illərlə onu gözləyirlər, yunun qırxırlar falan filan. Bu hamısı prosesdir, işdir. Amma insanlar onu old money demir axı, sadəcə qapqara alır, qəhvə ilə qaran qatışdırıb geyinir, old money deyir. Yox, çox yanlış. Old money xüsusi bir rəng şeyinə aid deyil də. Məsələn, bizdə onu səhv bilirlər, çox da yanlış dəyərləndirirlər, çox təəssüf, amma inşallah öyrənərlər, ümid edirəm. Bir də sevmədiyim bir şey var ki, bütün qızları yönəldirlər ki, pencək geyin. Bəzi stilistlərin səhifəsində hamı pencək geyinsin, bu daha şıq göstərəcək sizi və s. və s. Pencək həmişə yox. Elə pencək seçə bilərik ki, qıza uyğun deyil də bu qara pencəklər. Yəni pencək belə deyim də, qara pencək istər-istəməz bir 10 yaş əlavə eləyir. Mənim elə müştərim var ki, müəllimədir. O istəyir ki, pencək geyinsin. Bu okeydir. Artıq onun istəyidir, həyat tərzidir və ona dəstəkləyir də müəllimə olmağı, onu bir ciddi statusda təqdim eləməyi istəyir bizə. Amma hamını elə pencək geyindirin və yaxud da pencəklə o qədər oynayıb qəşəng onu sport şıqda təqdim eləmək olar ki, siz kombinə baxanda demərsiniz ki, məsələn, burada pencək var idi. Yəni pencəyi tək geyinmək adamın üstünə bir yaş gətirir, bir ağırlıq verir ki, belə şey olasan da daha diqqətli, daha ciddi olasan. Son sualım. Stilistlə işləmək, öz stilini qurmaq necə həyatımızda süzgəc rolunu oynayır, necə ələmə aparır və qızlar niyə bundan, xüsusən də qızlar? Düzdür, kişilərimizdə də var qorxular, çoxsu əyləncəlidir, amma qara-qura geyinir. Mən xoşlayıram Sergey Kosyenko'nun stilini. Fərqli. Xoşuma gəlir. Partlayışlar eləyir. Onun elə keçmiş yolda, o Saşanın geyimləri də xoşuma gəlir. Onlar ayrılıblar. Onlar ayrılıb. Xəbərim yox idi. Ayrılıblar. Boşum, onlar bir-birlərini çəkdilər bu stilləri ilə də sanki ki, belə ikisi də dəlisovdu falan. İndi mən özümlə bağlı belə düşünürəm ki, biz nə qədər utanırıq, çəkinirik özümüzü ifadə eləməyə. Düşünürük ki, yenə də old money-yə qayıdacam. Qızlar çox vaxt düşünür ki, mən old money geyinsəm, çünki belə reelslər də çoxdur. Bilmirəm sənin qabağına çıxıb yoxsa yox. Siz old money geyinsəniz, daha səviyyəli kişiləri həyatınıza çəkərsiniz. Oy, mənim qabağıma çıxmayıb, yaxşı çıxmayıb. Mən ataram sənə, dəhşət çox çıxır qabağıma. Dəhşət çox çıxır. Qoyub belə britelkada çox yayılıbdır, hamı eyni şeyi çəkir. Bütün stilistlər ikiyə bölüb ekranı, bir tərəfdə britelkada bir paltar qoyub, biraz sinəsi açıq, daha çox yenə də Saşanın, biraz da Safiyanın elə stillərində qoyub ki, bu sizinlə bağlı ciddi düşünməyən kişiləri seçən paltardır. O tərəfdə də old money boz-bozalaq bir paltar qoyub, kəmər və pencək yazıb ki, baxın qızlar, bu isə ciddi kişiləri çəkəcək bir paltardır. Və bu yanlışa yönləndirir. Bu cürə ödənişsiz kontenti siz somurursunuz. Özünüzü ifadə eləmirsiniz. Sizə elə gəlir ki, özünüzü dəyişməlisiniz ki, sizi hansısa tip bir kişi bəyənsin. Əslində siz sonra evləndikdən sonra üzə çıxacaq ki, heç o siz xarakteriniz uyğun deyilmiş, siz daha əyləncəli biriymiş, siz bastırıbmışsınız.
Bu barədə nə deyərdin? Burada Asiyə xanım, məsələn bu reysə mən baxsaydım, mənim yanaşmam tamam fərqli ola bilərdi. Bir də burada istər-istəməz ikili yanaşma olacaqdı. Çünki hər kəs bir fərqli həyat pəncərəsindən baxır. Təbiidir ki, biz ilk tanış olduğumuz adamla çox açıq, vulqar və burada seksi moda kimliyindən söhbət gedir. Dramatik moda kimliyində də açıq parçalara yer veririk, amma seksi moda kimliyində sırf sən öz bədəni, qadınsı demirəm, amma qadınsı moda kimliyi də tamam fərqli bir şeydir. Sən seksi moda kimliyində sırf özünü o yöndən təqdim eləyirsən. Buna açıq geyinir adı vermək və Açıq, aşağılamaq bəs onu lazım deyirəm ki, deyil. açıq geyinir, baxır hansı stildə. Biri var, mən onu təqdim eləyərəm qadınsı da çox az dekolteye yer veririk. Biri var, mən onu təqdim eləyim dramatik stildə ki, belə vamp, belə qəşəng söhbət gedir ki, açıq var, amma sən ona baxanda zövq alırsan, o sənə birinci ağlıva pis fikirlər gətirmir də, 18+ söhbətlər ya. Amma seksi moda kimliyi istərsiniz sənin elə o tərəfindən özünü təqdim eləməyə çalışmağındır. Hə, onunla onu səhv salmaq bu başqa məsələ. Və qaldı getdi ki, mən adam stilist tanıyıram ki, Azərbaycanda çox yüksək də izləyicisi var. Başqa bir blogerləri dəyərləndirirdi. Dedi ki, o filan moda kimliyindədir. Halbuki girdim o blogerin də izləyicisinə baxdı, səhifəsində geyimlərinə baxdım, kombinlərinə baxdım ki, o dediyi moda kimliyinə aid belə çox 2-3 dənə kombin tapdım. Ona aid belə dedi. Yəni hansısa ödənişsiz kontentdən öyrənilmiş şeylər bizi yanlış tərəfə apara bilir. Burada mən ödənişlinin tərəfdarı deyiləm. Ödənişsizdən də öyrənə bilərik, bəli. Amma bir yerə qədər. Bir yerə qədər. Müəyyən bir momentdən sonra, məsələn, bizdə niyə old money-ni çaşdırırlar? Mən sizə deyim. Girirlər Pinterestdə old money yazırlar və yaxud da qadınsı stil, nəsə bir şey yazırlar. Nə yazacağını bilməyəndə də problemdir. Nə, sən bilmirsən ümumiyyətlə nə yazacaqsan, bu ayrı problemdir. Yazdığını bilirsən belə, orada çıxan şəkillərin hamısı elə bilir ki, mütləq bu old money-dir və bu qadınsı stilə aiddir. Burada rəngləri bu. Xeyr, əsla Pinterest sənə bir dənə, iki dənə verdiyin sorğuya aid bir-iki dənə şəkil göndərə bilir, sənə göstərir. Qalan hamısı ona aid olmur. Götürürlər o ilə, mən bildim də, hər şey əladır. Yəni bu da problemdir. Sizin də dediyiniz kimi burada yanaşmadan asılıdır. Elə qadın geyinə bilər ki, qadınsı stildə o daha cəlbedici ola bilər, nəinki dekoltə geyinən bir xanım. Və orada da həyat tərzidir, yanaşma da tamam fərqlidir. Heç kim söz verə bilməz ki, çox ciddi görkəmdə olan xanım smart casual-da geyinsin, nə bilim belə pencəkli falan bir şeylər geyinsin. Onu mütləqdir ki, ciddi kişi cəlb edəcək. Əsla elə bir şey yoxdur və ümid eləyirəm də ki, heç kim sizə. Niyə? Çünki özünüz kimi deyilsiniz o anda. Sən birinci özünü tapmalısan, öz stilini tapmalısan, sonra əmin olma, öz hansı moda kimliyinə aid olub, hansı stildə də olsaz, ona uyğun da öz həyatınıza doğru adamı cəlb edəcəksiniz. Kişilərdə başqa bir göz var, heç onlara stil təlimi də lazım deyil deyə düşünürəm. Hə, mənim bu arada kişi müştərim də olubdu. Hə, kişi müştərilər çox daha başqa cür yanaşır və onlara o qədər belə qadınlardansa kişilər təşvişsiz olur stilistlə işləyəndə və sənə çox güvənirlər. İnanın mən o qardırobunu işlədiyim kişi müştərim o qədər rahat idi ki, onun qardırobu belə yağ kimi getdi, bütün parçalar da gəldi, hər şey də qaydasında oldu, özünün də çox xoşuna gəldi və təbii ki, geri dönüşəndə çox daha başqa bir effekt aldıq ondan. Yəni ki, deməyin ki, kişi də nə bilir, nə baş çıxarır. Yox, bilir, onun yoldaşı ilə də işləyirdim mən, ondan sonra başladı. Gələk onlarla elə neytral bölgədə, elə neytral səviyyədən onlara suallar verəsən ki, biləcəksən ki, bu hər şey bilirmiş ki, yoxsa belə qadın-kişi münasibəti sizə deməyəcəklər onların özləri necə analiz elədiklərini sizi, hansı geyimə görə bir şey var ya, mən neysə belə fikirləşirəm ki, qadınlar ilk görüşdə filan belə özlərini çox saf aparıb, istəyirlər hər şeyi desinlər, amma kişi o qədər siyasətlə sakit şey edir ki, bütün hər şeyi analiz edir, heç ağzını açmır, amma hər şeyi də bilir də. İnanırsa, pomada rəngin tutmağına, üzünə düşməyinə qədər bilirlər. Sıra. Mən keçmiş münasibətimdən bilirəm ki, yəni o indi özündə belə mütləq şəkildə pomadalara baxır. Hardan öyrənib bilmirəm tam olaraq, amma mamasına belə deyir ki, bu pomada səni ucuz göstərir. Məsələn, mənə belə deyirdi, çox şey öyrənmişəm ondan bu arada, stillə bağlı. Mənim stilimi ilk dəyişdirən o olub. Onsuz da maması ilə çox təşəkkür edirəm buradan da. Ona görə deyirəm ki, əlinizə fürsət keçəndə mütləq ilk yatırım stilinizi eləyin, özünüzü dəyişdirin və s. Və mən elə o zaman ilk dönüşümümdə görmüşdüm ki, necə bir dənə mənə hədiyyə gələn çanta, bir dənə hədiyyə gələn parça belə məni dəyişməyə başladı və ilk dəfə onda mən başa düşmüşdüm ki, mən bu rəngi nə çox sevirmişəm.
Və həqiqətən də doğrudan da kişilər, mən sizə danışıram belə ciddi kişidən özdə, hansı ki heç moda xəbərlərinə baxmaz, heç bir qızları follow eləməz, Instagrama girməz ümumiyyətlə. Ondan belə soruşsam məncə başa düşür. Mənim atam xanımın qəşəng geyiminə çox diqqət edir. Məsələn, o müasir trendləri bilmir, amma biz sport şıqda geyinsək, qarışdırıb getsək də belə görürsən ki, göz zövqünə, deyir nə qəşəng görsənirsən. Mənim atam axı qoca kişi idi, amma o xoşlamır. Deyirdi ki, məsələn, ümumiyyətlə çox qadın deyirdi ki, qırmızı pomada vurmamalıdır. Çox fikir verirdi. Buna 75-80-ə yaxın yaşlı adamdan gedir söhbət. Çox fikir verirdi. Ona görə də düşünməyin, qızlardan daha çox kişilər fikir verirlər, baxırlar. Hər detalına qədər, xüsusən də sən də deyəsən eləyirsən, o dəri rənginə rəng analizi eləyirik, üzlə onu eləyirik. Mənim özümə kömək eləyir o. Məsələn, sizdə də çəhrayı geyim, məndə də bugün öz dəri tipimə uyğun olaraq rəng geymişəm. Bu mənim üzümə işıq verir. Doğru rəng analizi olunduğu müddətcə geyindiyimiz parçalar sanki bizim üzümüzə işıq verəcək, bizi daha başqa cür qəşəng. Bir də səhv pomada almırıq uje. Onu da eləyirəm. Əslində onu da eləyib göndərirəm, amma o biraz individualdır. Yenə də onu yoxlamağı məsləhət görür, çünki tonlar dəyişə bilir də. Yəni o hər nə bilim markanın rəngi falan ayrı olur deyə. Ona görə onu biraz yoxluyur, amma yenə də onda rəng tonlaması, rəngin adına qədər yazılıb göndərilir müştəriyə. Özü baxa bilir, analiz eləyə bilir. Məncə özlərimizdə nə qədər çox işləsək, o qədər yaxşıdır. Bu əsl ona görə deyil ki, siz daha yaxşı kişi tapasınız, o deyilən reelslardakı kimi. Bu əsl ona görə deyil ki, sizə baxıb bəyənsinlər ki, bu nə gözəldir. Yox. Əksinə mən düşünürəm, bu özünü o qədər yaxşı tanımaq üçündür ki, digər sənə uyğun olmayan şeylər hamısı özləri süzgəcdən keçsin, elənsin, çıxsın, getsin. Sənə uyğun olan şeylər özünü tapsın. Amma kim ki elə düşünürəm ki, ən vulqar geyinənlər, ən çox özünə uyğun olmadan qırmızı pomada vuranlar, bax onlardır ki, özlərini tanımırlar. Tanımadıqları üçün özlərinə uyğun insanlar ətrafına çəkə bilmirlər. Bunun üzgünlüyünü yaşayaraq da diqqət çəkməyə çalışırlar və yenə də yanlışın, daha çox yanlışın içinə düşürlər. Eynən, bu da onu göstərir ki, biz birinci özümüzlə məşğul olmalıyıq. Başqaları ilə yox. O nə paylaşdı, mənim nişimdə olan, bu nə paylaşdı, bu nə elədi, mən də onu eləyim. Yox. Özünlə başda yavaş-yavaş get, yaxşı olacaq. Belə, mən Səbahətə təşəkkür edirəm. Son olaraq nə demək istəyərsən? Çox xoş oldu mənə. Çox sevindim ki, bu birinci məni dəvət eləmisiniz. Məndən söhbət eləmək istədiniz. Ləzzət elədi mənə, zövq aldım. İnşallah ki, fikirlərim də kimdəsə bir fərqindəlik yaratdı. Daha başqa cür yanaşacaq qarderobuna və elə qarderoba yanaşmaq, yenə deyirəm, əslində elə özümüzdən başlayanda özümüzə yanaşmaq deməkdir, qarderoba da yanaşmaq. Hər şey çox daha yaxşı olur. Bir də istəyirəm fikir verəs ki, insan öz üzərində işləyəndə necə danışıq, tərzi cümlələri qurmaq, tərzi hər şeyi analiz etmək, tərzi də dəyişir. Səbahət xanımla danışanda bunu bir daha məncə dinləyəndə hiss eləyəcəksiniz. Ay, təşəkkür. Bir də ki, ilk olmaqdan çəkinir hamı. Sən məsələn Çəhrayı maşında ilklərdən idin, nəticə görməmiş qatılmışdın. Amma inan ki, bundan sonra bütün müştərilər deyəcək, mən də çəkə, you're welcome. Amma ilk olmaqdan da çəkinməyin, lütfən. Nədəsə ilk olmaqdan, ilk başlamaqdan bu heç qorxulu bir şey deyil. İçinizdən gəlirsə, fürsət varsa, eləyin özünüz üçün nələrsə, inkişaf eləyin. Belə də qəşəng qızlarla eyni ortamlara düşün. Əgər özünüzü inkişaf elətdirsəz, yox, inkişaf elətdirməsəz, əlbəttə iki kəlməni bir-birinə qoşa bilməyən insanlarla eyni ortamda olacaqsınız. Bu da önəmli bir nüansdır hər zaman. Belə, sağ olun. Sağ olun, görüşərik.